Xəbər verdiyimiz kimi, Azərbaycanda bəzi müğənnilərin efirlərə çıxışına qadağa qoyulduğu ilə bağlı siyahı yayımlanıb. Efirə çıxışına qadağa qoyulan müğənnilərlə bağlı aparıcı Tarix Əliyev də Instagram səhifəsində paylaşım edib. Bu çıxan siyahı hələ tam deyil, bəzi müğənnilər sevinməsin. Bildiyimə görə ikinci siyahı da tezliklə çıxacaq. Paylaşımda qeyd olunub. Qeyd edək ki, ötən gün Tarix Əliyev aparıcısı olduğu Tarixin Bir Günü proqramının canlı yayımında tamaşaçıları ilə vidalaşıb və Space TV-dən getdiyini açıqlayıb. Qadağalar həqiqətən var. Orada bəzi müğənnilər də var, aparıcılar da var. Onun səbəbini mən açıqlamayacağam. Bəli, müğənnilərə efir qadağası var, lakin bu qadağa siyahıda olan bütün müğənnilərə aid deyil. Həmin siyahıya bəzi aparıcıların da əlavə olunduğu deyilir. Sadəcə onu deyə bilərəm ki, bu qadağaların millətimiz üçün çox xeyri olacaq, xüsusən də böyüyən oğlan uşaqlarımızın gələcəyi və tərbiyəsi baxımından. Bu sözləri meyxanaçı Akşin Fatih bəzi müğənnilərə qoyulan efir qadağası haqqında danışarkən deyib. Meyxanaçı iddia edib ki, televiziya məkanında yalnız iştirakçı siyahısı deyil, həm də geyim məsələsi ilə bağlı ciddi dəyişikliklər gözlənilir. Məlumata görə efirlərə geyim senzorası da gəlir. Çünki bəzi kişi müğənnilər Azərbaycan kişisinə yaraşmayan, hətta qadın geyimini xatırladan tərzdə səhnəyə çıxırdı. Bəzi qadın müğənnilər isə demək olar ki, gecə geyimini xatırladan libaslarla efirdə görünürdü. Belə bir senzora tətbiq olunsa açığı çox sevinərəm. Sadəcə bunu deyə bilərəm ki, bu qadağaların bizim millətimizə çox böyük faydası dəyəcək. Xüsusən də millətimizin böyüyən oğlan uşaqları, oğlan övladları var ki,